Salamlayıram hər kəsi. Əziz və dəyərli dostlar, bugün mən bütün hər kəsə, xalqa müraciət edirəm. Çünki artıq 2 həftə qalıb, Lənkəranda axırıncı günlərimizdir, Bakıya köçürük. Ümid edirəm ki, Azərbaycan Dövlət Nəqliyyat və Sənaye Universitetində düşərəm. Zaten birinci, ikinci ora yazmışam. Çox güman da orada olacağam. İndi problemim nədir? Mən özüm bilirsiniz ki, Lənkəranda mak edirəm, günlük işlə məşğulam. İnsanlara ev verirəm, alıram. Amma özüm hal-hazırda ev axtarıram. Bakıda ev tapa bilmirəm. Bakıda heç kimim yoxdur qalmağa və yaxud da hansı bir qohum tanış yoxdur. Ona görə də məcbur, mənim üçün ev tapan da yoxdur. Özüm məcbur axtarıram. Binazdan çox axtarış vermişəm. Var evlər 800 manat, 900 manat. Əslində bu evləri də seçim eləmək olar, amma tələbə yoldaşı yoxdur. Əgər tələbə yoldaşı tapa bilsək, kim əgər axtarırsa mənə kimi yaza bilərlər. Bir nəfər dostum var, onunla biz qərarlaşmışıq. Dəqiq qalacaq. Yenə də əgər bir nəfər varsa, boş axtarırsa yaza bilər, 2 nəfər varsa yaza bilər və yaxud da Bakıda əgər evi boş varsa, mənə tanıyırsa, yəni deyə bilər ki, Hüseyn get məsələn qal evdə, nə bilim 600 manat, 700 manat verərsən. Belə bir eviniz varsa, bina azda hansı ki paylaşmamısınız, zəhmət olmasa xahiş edirəm. Yəni məndən bölüşün. Mən çox istəyərdim. Bildiyiniz kimi Adnusu 28 molun birbaşa qabağındadır. Elə mən imenli orada ev istəmirəm. Orada qiymətlərdən də, vəziyyətdən də məlumatlıyam azdan çoxdan. Yəni həmin arealda, nə bilim mən Bakıda olmamışam, amma azdan çoxdan bilirəm ki, Gənclik ola bilər, Nərimanov ola bilər, inşaatçılar ola bilər, elmlər ola bilər, 28-in özü ola bilər. Yəni bu ərazilərdə əgər səliqəli evi olan varsa, çox xahiş edərdim ki, məndən əlaqə saxlatsın. Profildə də nömrəm var. Beləsə də 050 720 92 32. Mənlə bəs və yaxud da tanışı varsa həmin ərazidə ev verən əlaqə saxlatsaydı çox xoş olardı mənim üçün. İzlədiyinizə görə təşəkkür edirəm. Var olun.